Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Baş prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib. Prokurorluğun yaydığı məlumata görə hazırda Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti aparatının Sosial Xidmətlər Şöbəsinin müdürü Elton Məmmədovun cinayət işi üzrə açıqlaması yayılıb. Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib. İstintaq zamanı əsassız xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən dövlətə qaytarılması təmin olunub. Bununla yanaşı o mediada yalan məlumatlar yayaraq ictimaiyyətdə çaşqınlıq yaratdığı üçün baş prokurorluğa çağırılaraq qanunvericiliyin tələbləri barədə xəbərdar edilib. Prezident İlham Əliyev oktyabrın 29-da Rumıniya Senatının sədri Mircea Abrudeyanı qəbul edib. Görüşdə sədr Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib. Prezident isə sülh prosesində ABŞ lideri Donald Trumpın xüsusi rolunu qeyd edərək əldə olunan nəticələrin region üçün tarixi əhəmiyyət daşıdığını bildirib. Görüş zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə icra olunan Xəzər dənizinin dibi ilə elektrik kabeli layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb. Astarada dünən toyu olan gəlin bugün vəfat edib. Astara rayon sakini 2008-ci il təvəllüdlü yeniyetmənin dünən Deqədi kəndində toyu olub. Toydan sonra o özünü pis hiss etdiyi üçün təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Sözü gedən yeniyetmənin hamilə olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Rusiya prezidenti Vladimir Putin Ukrayna liderinə çağırış edib. Putinin sözlərinə görə Ukrayna ordusu Kupyansk və Krasnoarmyskdə mühasirəyə alınıb. Ordumuz xüsusi hərbi əməliyyat zonasında bütün istiqamətdə irəliləyir. Ukraynanın siyasi rəhbərliyi mühasirəyə alınmış vətəndaşlarının taleyi ilə bağlı qərar qəbul etməlidir, deyə Rusiya lideri bildirib. Sabah ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında oktyabrın 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Rayonların bəzi yerlərində isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-14, gündüz 16-20 dərəcə isti olacaq. Bu günə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.